Növbəti buraxılış imtahanı üçün uyğun ola biləcək bir test. Xüsusilə 11-ci siniflər üçün. Çox maraqlı bir testdir. Bəndlərə baxırıq. Bəndlərdə each, his, both, her, some, hers, every, her, all, their variantları verilib. Yerinə qoysaq tək-tək. Let each of the engineers prepare his own project. Ümumiyyətlə bu doğru cavab kimi görünür. Çünki deyir ki, qoy mühəndislərin hər biri özlərinin, yəni özlərinə məxsus layihələrini, proyektlərini hazırlasınlar. İç sözündən sonra of gələ bilir. Tam normal bir haldır iç üçün. Və onların hər biri mənasında his own project ola bilər. Düzgün cavab kimi görünür. Amma əgər düzgün cavab budursa, digər cavablar niyə yanlışdır? B variantında qoysaq, let some of the engineers, qoy mühəndislərin bəziləri hazırlasın. Hers own project ola bilməz. Hers qayıdış əvəzliyindən sonra isim gəlməz. Ümumiyyətlə uyğun gəlmədi. C variantında isə let both of the engineers, qoy mühəndislərin hər ikisi, prepare her yox, their olmalıydı. Düzgün gəlmədi. Hər ikisi üçün her işlənməz. D variantında let every of, everydən sonra of gəlmir. Qalan səsini heç baxmağa dəyməz. Və E variantında let all of the engineers, qoy mühəndislərin hamısı prepare their own project yox, projects olar. Cümləni bir daha oxuyub tərcümə edək. Let each of the engineers prepare his own project. Qoy mühəndislərin hər biri öz layihəsini hazırlasın.